Azər bəy, Azərbaycanda ümumiyyətlə cəmiyyətimizdə dinimiz necə təbliğ olunur? Ümumiyyətlə din gözəl bir şeydir. Sadəcə olaraq onu təqdim eləmək lazımdır, düzgün təqdim eləmək. Tək Azərbaycandan getmir söhbət. İnsan. Bax, məsələsə, əgər dindən danışırıqsa, demək, Allahdan danışırıq. Əgər Allahdan danışırıqsa, Allahın sözü Qurandadır. Quranın mühatəbi Azərbaycanlı deyil, ərəb deyil, rus deyil. Quranın mühatəbi heç kişi də deyil, qadın da deyil. Quranın mühatəbi insandır. İnsanınsa fitrətində, içərisində gözəlliyi sevmək var. Din də gözəldir, insansa gözəlliyi sevəndir. Çünki Allah da elədir, Allah insanı özünə bənzər yaradıb. Düzdür, Allahın bənzəri filanı yoxdur. Yəni, nə barədə ki, Adəmi yaradanda ki, deyir, mən ona adlar öyrətdim, adlar. Həmən o adlar Allahın əsma-ül hüsnasıdır. Yəni, Allahın gözəl adlarıdır. Allahın nə qədər gözəl adları varsa, o xüsusiyyətlərdən insana verib, hər birindən verib. Allah rəhimlidir, insan da rəhimli, Allah ədalətlidir, insan da ədalətli və s. və s. nə qədər desin, insan ola bilər bu xüsusiyyətdə. İnsanı ki, Allah bu cür biçimdə yaradıb, Allahın özü də Allah cəmil, yəni Allah gözəldir və yuhibbul cəmal və gözəllikləri də sevəndir. İnsanın da fitrətində gözəlliyi sevmək var. Din də gözəl olduğuna görə Allah gözəldirsə, Allahın təqdim etdiyi din də gözəldir. Əgər din də gözəldirsə, insan da gözəlliyi sevəndir. İndi bir adam onu qəbul etməyib və yaxud da ki, əməl etmirsə, bu tamam başqa bir mövzudur. Amma ən əsas odur ki, o gözəl dini gözəl şəkildə təqdim eləmək lazımdır. Gözəlliklə göstərmək lazımdır. Dini təbliğ edən adam, dini təqdim edən adam qarşı tərəfi məntiq blokadasına salmamalıdır. Əksinə, məntiqlə azadlıq verməlidir ona ki, bax, işıq bu tərəfdədir, qaranlıq bu tərəfdədir. Özün seçdə, hansını seçirsən. Doğrudan da o insanın gözünü açmalıdır ki, o insan həqiqəti və o gözəlliyi görsün, anlasın ki, din insanı bədbəxt eləmir, əksinə xoşbəxt eləyir. Din insanı dünyada da, axirətdə də səadətə çatdırır, rahatçılıq verir. Səni incidən dünya problemləri ki var ha, din səni o dünya problemlərindən azad eləyir. Nə ilə? Dini termində ona şərh-i sadr deyərlər, qəlbin genişlənməyi ilə. Səni hələ eləyir ki, qəlbin geniş olur. Geniş qəlbəsə dünya problemi qətiyyən təsir eləmir. Azərbaycanda vəziyyət necədirsə, bütün dünyada da vəziyyət odur. Yəni, Azərbaycan dünyadan elə bir ocu yerdir də, yəni, belə bir məsəl var, bir ovuc, bir xalvardan nümunədir. İnsanların xüsusiyyəti, fitrəti eynidir. Adəm əleyhissalamdan üzü bu yana hamı eyni problemlərlə rastlaşır. Dünya problemləri ilə və ələl xüsusda müvəqqəti problemlərlə. O qutarır, bu başlayır, bu qutarır, o başlayır. İnsan elə bu müvəqqəti problemlərlə başını qarışdırır, bir də xəbər tutur ki, ömür getdi əldən. Ona görə Allahdan möhkəm yapışmaq lazımdır. Baqi olan, yəni əbədi olan şeydən yapışmaq lazımdır. Gözəllik də ondadır, əbədi səadət də ondadır. Əgər yaxşı təqdimat olsa, dini yaxşı təqdim eləsələr, insanlar haqq yoluna sevə-sevə gələr.